Otto Weininger, Cins və xarakter, yoxsa Emil Durkheim, İnsest qarğası və onun mənşəyi? İkisi də əslində yetərincə önəmli mövzulardır. Otto Weininger əslində cins və xarakter, cinsiyyət rolları bu mövzularda yazmış ilk müəlliflərdən hesab olunur və ən trajik tərəf ondan ibarətdir ki, müəllif bu kitabdan sonra gənc yaşda intihar edib. Emil Durkheimin kitabı isə insest mövzusunda yazılmış və bunu daha arxaik dönəmlərə aparıb çıxardan qəbilə icmasını yaşantısı ilə təmənləndirən kitablardan biridir. Açıq Emil Durkheimin irəli sürdüyü ideyalar günümüzdə keçərliliyini hər nə qədər itirsə də bu mövzuda yazılmış ilk əsərlərdən biri olduğu üçün klassik hesab olunur. Bu yüzden cins və xarakteri seçirəm. Biraz da uşaq ədəbiyyatından kitab deyəcəyik. Jules Verne yerin mərkəzinə səyahət, yoxsa Arthur Conan Doyle İtmiş Dünya? Əslində mənim ilk oxuduğum bədii əsər roman olaraq Jules Verne'dən Kapitan Grant'ın Uşaqları olub və sonrasında yerin mərkəzinə səyahəti oxudum. Hətta onun köhnə bir filmi də var. Onu da izlədim və sevdiyim əsərlərdən biridir. Lakin Arthur Conan Doyle hər kəs əsasən Sherlock Holmes'la tanıdığı üçün bu səfər onun uşaqlar üçün yazdığı və özünün də deyimi ilə yaşına rəğmən hələ də uşaq olmağı bacaranlar üçün yazdığı İtirilmiş Dünya romanını seçirəm. Bu da maraqlı bir tərəf ondan ibarətdir ki, bugünkü Cənubi Amerikada yerləşən Roraima dağının təpəsində yaslanasında əslində itmiş Yura dövrünə, dinozavr dövrünə aid bir dünyada keçir. Həm elmi fantastika, həm də macəra sayılır. Çox maraqlıdır. Və son olaraq biraz fərqli janrdan deyək. Emily Bront Tufanlı Yoxuşlar, yoxsa Margaret Mitchell Küləklə Sovrulanlar? Əslində mənim oxuduğum janrlar içində bəlkə də ən minimal hesab edilə biləcək sevgi romanlardır, amma bunlar öz sahəsində klassiklərdir və tamamilə sevgi romanı deyə kateqoriyaya qoymaq da məncə yanlışdır. Tufanlı Yoxuşlar günümüzdə də populyarlıq qazandı filmi ilə bir yerdə. Filmə hər nə qədər bərbad olsa da kitabındakı işlənən yadlıq duyğusu və yaxud irsi motivlər dolayısıyla məncə psixoloji və fəlsəfi dərinliyi olan əsərlərdən biridir. Margaret Mitchell'da isə bir digər məsələ ondan ibarətdir ki, quldarlığın aradan qaldırıldığı dönəmdən sonra yaranan irqçi Ku Klux Klan mövzularına da toxunan və bu hissəsi daha az danışılan maraqlı əsərlərdən biridir. Amma istənilən halda mən Tufanlı Yoxuşları seçirəm. Çox təşəkkür edirəm. Yayınlar xoş oldu. Ümid edirəm bu cür videoların davamı gələr və daha çox oxucuya fərqli mövzularda kitablar tövsiyə edə bilərik. Məncə yetərincə də məlumatlı olmadığımız, elə mənim də bir çox kitablar var idi ki, onlarla bağlı az məlumatım və yaxud da ümumiyyətlə məlumatım yox idi. Onlarla bağlı da məlumatlanmış oldum. Minnətdaram. Yayınlar xoşdur.